Ya Allah'ın adı. Bak. Asimoğlu. Öpürəm səni, nətarsan, adam bala. Can, Abdullah Çin oğlu, nətarsız. Buradan hər iki valideyni salamlayıram. Asim qardaşımı, Abdullah qardaşımı. Qoy görək bu gözəl balalar nə demək istəyirlər. Ya Allah'ın adı. Ritim bildiniz də hansı ritimdir? 3, 4.
Elibala məktəbi gəncə bax budur bax. Görülən işlər budur bax. Nələr oldu? Yarımxanəsi, klassikası, porşulaklar hamısı yerindədir. Ay maşallah, ay maşallah. Sağ ol. Adəm bala, ay maşallah. Ay qadın bala, ay maşallah. Sağ ol Yoska bala. Ay maşallah. Budur bax. Bəli. Eldəniz müəllimi yaşayış yeri Gəncə şəhər iş yerimizdə Əməkçilər Mədəniyyət Sarayının qapısı xalqın balalarının üzünə açıqdır. Biz hazırıq qəbul eləyək. Nəyi biliriksə də sizin tələbə qadınınızı alıb. Orada kommentariyalarda sağ olsun gözəl ürək sözləri yazanlar var. Bir-iki nəfərin də ürək sözünə baxdım. Çalırlar belə. Əl düz deyil, əl təmiz deyil, nə bilim, nə deyil, nədir, nə deyil. O işte yaraşmaz. Orada kommentariya yazan o gözəl qardaşlardan siz artıq deyilsiniz. Hələ bir nəfər yoldaş var orada. Deyir, dəfələrlə baxdım, doymadım. Allah canına sağlıq versin. 14 yaşında belə nağara çalanlar varsa, çıxsın görək. Allah eləsin, bol olsun, bol, bol. Lap çox olsun. Amma bugünkü günü Elibala məktəbində. Bax, bunlardır, bax. 14 yaşında, 13 yaşında ifalar. Ya Allah'ın adı, indi bir dənə. Bax. Sizin qadanınız alaram, sağ olun, süper, əla, gözəl. Qabaqdan gələn bayramınızı da təbrik edirəm. Neçə belə bayramlara çıxasınız. Sənət yolunuz işıqlı, nurlu, urzulu, bərəkətli olsun. Bir şey də yaddan çıxartmayın ki, o dədə babadan belə bir söz var deyir. Bar verən ağaca, yəni meyvə verən ağaca daş atan çox olar. Onun səbəbi nədir? Səbəbi odur ki, daş atırlar ki, əli çatmır. Daş atırlar ki, o meyvədən datsınlar. Amma o meyvənin bağbanı buradadır. O meyvəni bəsləyən, o meyvəni ərsə gətirən bağman buradadır. Bax, Elibaladır, buradadır. Sağ olun uşaqlar, gözəl mübahidə.